Dövlət qulluğuna aid bir sualın izahına baxaq. İsimləşmiş sifət hansı cümlədə işlənmişdir? İsimləşmiş sifət ümumiyyətlə bütün imtahanlara düşür. Ona görə də biraz diqqətli olmalıyıq. Burada isimləşmiş sifəti seçmək üçün diqqətli olmalıyıq. Biz Y bəndindən başlayaq. Geyimi təmiz və səliqəli idi. Burada sifət hansıdır? Təmiz, səliqəli. Və əgər sifət öz sualına cavab versə, demək isimləşməyib. Necə idi geyimi? Təmiz və səliqəli idi. Bu cavab deyil. D bəndi. Bugün 5 saat işləməyimiz yaxşı oldu. Yaxşı olmaq, necə olmaq, yaxşı olmaq bu mürəkkəb feildir. Deməli, burada başqa sifət, oxşar söz yoxdur. C bəndi. Vüqar, sənin dostun çox oxuyandır. Necədir? Oxuyandır. Düzdür, bu suala cavab versə də, amma oxuyan an, ən şəkilsi ilə düzəlmiş nədir? Feili sifətdir. Ona görə burada da yoxdur. B bəndi. Bugün hava dünənki kimi çox yaxşıdır. Necədir? Yaxşıdır. Bu isimləşməyib. Dünənki kimi. Hansı? Hava dünənki kimi. Necə? Dünənki kimi. Burada da isimləşməyib. Və heç bir isimləşmədiyi üçün B bəndi də deyil. Gəlib çatdıq A bəndinə. Sizi ölümdən xilas edən bax bu igidlərdir. Sizi ölümdən xilas edən kimdir? İgidlərdir. Burada igidlərdir sözü kimdir sualına cavab verdiyi üçün isimləşib, sifətdir, ismin sualına cavab verir. Deməli, bu cümlədə igidlərdir sözü isimləşmiş sifətdir. Cavabımız oldu A bəndi. Ümumiyyətlə, onu qeyd edim ki, sifətlər isimləşdikdə də, isimləşmədikdə də xəbər ola bilir. Biz onu ancaq necə tapa bilərik? Sual verməklə. Məsələn, bir dənə nümunə deyim. Tutaq ki, deyim ki, donu gözəldir. Burada gözəldir sözü xəbərdir. Düzdürmü? Sual veririk. Necədir? Gözəldir. Bu isimləşməyib. Bir də var ki, sözüm gözələdir. Yəni, gözəl qızadır mənasında. Gözələdir. Kimədir? Gözələdir. Baxın, artıq burada hal şəkilsi artırıldı və kimədir sualına cavab verdiyi üçün burada sifət isimləşdi. Yəni, xəbər olan sifət isimləşə də bilər, isimləşməyə də bilər. Deməli, 116-cı sualın cavabı oldu A bəndi.